Bəzən proqramlarda elə vəziyyət olur ki, nəticə müəyyən bir şərtdən asılı olur. Məsələn, istifadəçi parolu düzgün daxil etsə, sistemə daxil ola bilir. Əks halda xəbərdarlıq mesajı alır. Bax, məhz belə hallarda şərt operatoru bizə kömək edir. Şərt operatoru proqramlaşdırmada qərar qəbul etməyə imkan verən operatordur. Yəni, proqramın gedişi müəyyən bir şərtdən asılı olaraq dəyişir. Sadə dillə desək, şərt operatoru proqramı düşündürür. Əgər bu doğrudursa, bunu et, əks halda başqa əmri yerinə yetir. Gəlin şərt operatorunun əsas hissələrinə baxaq. If operatoru. If şərtin doğru olduğu hallarda işləyir. Else operatoru. Else şərtin yanlış olduğu hallarda icra olunur. Yəni, if-dəki şərt ödənmədikdə else hissəsi işləyir. Elif operatoru. Elif else if sözündən yaranıb. Bir neçə şərti ardıcıl yoxlamağa imkan verir.